görmüşük. Murad, qarışqa yuvalarını görsən. Haradasa 1 metrdən hündürdür, amma eni genişdir. Territorial bir instinktdir, bütün heyvanlarda var. Gedək başqa heyvanlara da baxaq da, nə qədər şir olar. Ruanda'dayıq, Kigali'də. Bismillahirrahmanirrahim. Korktum. wasi mutanyamaswa musambasaka kurya inyama n'umuryango n'abaturanyi yaraturanye n'abahunga. Biraz kısa olar, çok kısa. Çünkü çok uzun oldu. Adı yadımda kalmadı. Asla kal. Ümid edirəm bura sizin için maraqlı olacaq. Sabah xeyir. Çox pis yatmışam. Muradı bilməm necə yatıb. İndi sizə yaxından göstərəcəm. Burada o qədər ağzı qanadı var. Telefonun zəngi çalır. Aha. Təsəvvür edin. Bunların hamısı ağzı qanadı. Nədə bu qoruyucu tüllər bağlanmır. İlişim qalıb burada. Biləm ki, Muradın otağı da elə bu vəziyyətdədir. Görün Murad nə yiyir. Murad, durmusan? Durmuşam. Bu arada otaqların biri zebradır, birinin adı zürafə, bu babun, sonra bu şimpanze otaqdır, qarşılar mənim qaldığım otaqdır və hətta içəridə qarillanın da şəkli var. Bir sözlə qapıların üstündə nəmrə əvəzinə heyvan axtarılır. Gərək biz bu məqamlara fikir verərdik, gərək şübhələnərdik. Çünki qaldığımız şərait elə heyvanlara layiqdir. Burada əslində havayı qalsam belə yenə bahadır. Yarasalar, tarakanlar, qarışqalar, ağzı qanadlar, Mike da sürücümüz, yəni qarışqalı kofe içir. Nədə yoxdur? Gəl burası həm şey göstərəcəm. Kanalda nə var? O nədir? Bu yarasadır. Yarasa. Bunun səsindən yata bilməmişsən 100%. Yarasa, marasa, hər şey var da. Bəlkə də kənardan rahat görsənə bilər, asan görsənə bilər, amma həqiqətən biraz çətindir. Amma maraqlıdır, etiraf edeyim ki, maraqlıdır. Bu arada Ugandada da yanacaq doldurma məntəqəsində cəmi 2 qiymət var. Bir dizel, bir də benzinin qiyməti. 92, 93, 94, 98, 35, 41, yəni belə markalı benzinlər heç də yoxdur. Sadəcə 2 markadır. Elizabeth Milli Qoruğunu görmüşük. Ödəniş edib yolumuza davam edəcək, pulsuz buraxmırlar. Bir muzungu bilet alsa ikinci muzunguya giriş pulsuzdur, düzdür? Xeyr. Xeyr. Gələn dəfə. Murad biraz da ağdərili, qaradərili zarafatlarından eləsəydi, yəqin ki bizi şirlərə, timsahlara yem edəcəkdilər. Nəysə, yaxşı qutardıq. 3 nəfər üçün $200 ödəniş etdikdən sonra, necə deyərlər, qoruğun qapıları üzümüzə taybatay açıldı. Açığı İngiltərə kraliçası Elizabet'in adını daşıyan bu qoruğu başqa cür təsəvvür eləyirdim. Daha çox heyvan, daha çox maraqlı kadrlar. Gözümüzə heyvan dəymirdi. Arada bir ceyran, cüyür, antilopla qarşılaşırdıq ki, o da bizim Şirvan qoruğunda nə qədər istəyirsən var. Bu antilopdur. Əslində ceyrandır da, biraz sortları fərqlidir. It's a waterbuck. Nə gözəl heyvanlar. Nə çəkəcəyimizi bilmirdik. Gözlərimiz Afrikanın məşhur heyvanlarını axtarırdı. Amma ara sıra qarşılaşdığımız təpəciklərin yanından ötüb keçsək də, bu dəfə dayanıb maraqlanmalı olduq. Bunlar qarışqa yuvaları idi. Murad, qarışqa yuvalarını görsən, nə boydadır? Bu qarışqa moldur. Qarışqa mol. Yəni, bu boyda yuva olar. Bu yuva deyil, qarışqa üçün nədir bu? Adını tamaşaçılarımız qoysun. Kimin maraqlı belə məzəli fikri varsa yazsın kommentlərə. Yəni, bu qarışqa yuvasına oxşamır da. Mən qarışqa mol dedim. Murad, sən nə dedin? Qarışqa epicentr. Hə, epicentr dedi. Qarışqa house da deyə bilərsiniz. Amma həqiqətən böyükdür. Murad, sən bir dənə deyən qarışqa yuvasının yanında qoy, təxmini tamaşaçıların təsəvvürü olsun. Haradasa 1 metrdən hündürdür, amma eni genişdir. Çox genişdir. Qapısı, pəncərəsi yoxdur. Amma sən bayaq göstərdin, burada bir neçə deşiklər var. Hə, burada da var bir dənə belə deşik var. Onlar girir,
Burada da Arxası ilə deşik. qapını bağlayır, tüceylərlə palçıq daşıyır və Arxalarınca qapını bağlayırlar. Bilirsən, bağlamayanda kimisə yadından çıxanda anası qışqırır ki, oradan "Ha, sən nə demədim, qapını bağla." Qapını bağlayır. Bu arada görürsüz ki, avtomobilin yanından çox uzaqlaşmırıq, çünki icazə olmaz. Əslində ümumiyyətlə olmaz. Yəni mühafizəçilərin iştirakı olmadan qoruğun ərazisinə ayaqların qoyulmağı qadağandır. Çünki hər an təhlükə ola bilər, vəhşi təbiətdir. Amma Mike'la dost olmuşuq neçə gündür. Ona dedik ki, hələ belə dedim, qardaşımsan, nə icazə ver. İcazə ver bir dənə biz çəkək də. O da razılaşdı. Yəni belə yolumuza davam edir. Növbəti qarşılaşdığımız yuvadakı qarışqalar isə deyəsən şir ürəyi yemişdilər. Çünki yuvalarını şirlərin düz ayaqları altında qurmuşdular. Şirlərə gəlincə, hər vəzlə davranışlarında ətrafdakılara ev sahibinin kim olduğunu nümayiş etdirirdilər. Territorial bir instinktdir, bütün heyvanlarda var. Bayaqlar biz gördük, şir öz istədiyi ilə işarələr qoyurdu ki, yəni bura mənim ərazimdir. Bu heyvanların özünə məxsus davranışlarını yaxından izləmək həqiqətən maraqlı idi. Bütün bunları görmək üçün yaxşı ki, vaxtında gəlmişdik. Çünki günəş çıxandan sonra hərəsi öz köşəsinə çəkilib gözdən itəcəkdi. Bu yatıb qalan turistlərdir. Gec gəliblər. Biz səhər tezdən 7-də gəlib çatdırmışıq özümüzü bura, 8-ə işləmiş. Deməyim odur ki, ümumiyyətlə həyatda qazanmaq üçün səhər tezdən durmaq lazımdır. Yəni günorta 12-də 1-də durdunsa, heç nə. Necə deyərlər, yatdınsa, batdın. üç qardaş şir, bir xanımları var. Hərəsindən bir dənə dişli olmur. Yox. Onlar hazır olan vaxtı Muradın şirlər haqqındakı erotik həyat hekayələrini dinləyə-dinləyə başım çəkilişə qarışmışdı. Birdən yadıma düşdü ki, axı qoruqda başqa heyvanları da görməliyik. Gedək başqa heyvanları da baxaq da, nə qədər şir olar. Açığı bu kadrları çəkəndən sonra əməlli başda həvəslənmişdik. Başqa heyvanları görə biləcəyimizə ümid yaranmışdı. Ərazidən uzaqlaşıb elə yenicə hərəkətə başlamışdıq ki, qarşımıza fil ailəsi çıxdı. İndi gedirlər su içməyə. Dedik ki, bəlkə yaxına gedək. Su başında onlardan bir intervyu alaq. Sürücü dedi ki, çox aqressiv olurlar. Çünki yanlarında balaları var, hücum eləyə bilərlər. Az öncə müşahidə etdiyimiz şirlərin avtomobilin alt hissəsində yatmaları hələ də ağlımızdan çıxmamışdı. Ona görə də zarafatlarımız qeyri-ixtiyari olaraq ekstrem ab havasında idi. Eşidirsən? işləyirəm. Mənim fikrim kadırdadır. Aha. Şir gəlsə deyərsən. Deməyəcəm. Sən uşaq olub dost olmuşuq. Yox, Xahiş edirəm. xeyri yoxdur. Yalvarırım. O kadr mən əldən buraxmaram. Parçalasa da səni bu kamera söndürən döyürəm. Belə oldu. Sür Michael gedək. Gedək Michael. Gedək mənim qardaşım. O da mənim dostum deyil. Artıq bir saatdan çox idi ki, boş-boşuna o tərəf bu tərəfə gedirdik. Nəhayət ki, turistlərin bol olduğu əraziyə yetişdik. Az qala sevinmişdim. Dedim, yəqin turistlər seyr eləməyə nə isə tapıblar. Amma maşından düşəndə gördüm ki, onlar da bizim kimi kameraları əllərində, arzuları ürəklərində qalıb. Millət begimotlara baxmağa gəlmişdi. Burada maşından düşməyə də icazə verilirdi. Amma yazıq turistlər bu nəhəng heyvanın qulaqlarından başqa heç nə görə bilmirdilər. Təəssüratımı deyim, sonra da Murad deyər. İnanın mənə, adamlar burada heç nədən pul qazanırlar. Qamışlıqdır. Qamışlığın içində 2 dənə begemotdur. Begemotları da ki, uzaqdan birim, ancaq gözləri görsənir, obrusinin ancaq qulaqları. Heyvandan çox burada filin nəticəsi ilə qarşılaşdıq. Hə, uzaqda 1-2 dənə yerdə hardasa şir var. Ona qalsa bizim meşələr doludur ayıyla. Hətta bəbir də var. Canavarlardan danışmıram. Hə, burada girmək istəyirsən, deyir ki, ora girməyə, burada bir sənə var, timsahlar var. Timsah adamı sən deyir, ya parçalayır. Heç nə də yoxdur. Bələdçilər bilməm nə qədər də düz deyir, səhv deyir. Deyirlər ki, hər an buradan timsah çıxa bilər, nə eləyə bilər. Valla mən inanmıram açığı. Dişləsə, bəlkə inanaram. Güya yəni bura təhlükəli, dəhşət bir yerdir.
Yəni mən sizə deyim ki, 200 dollara dəyməz. Bu qamışlıqlardan bizdə də var, Biləsuvarda, sonra Beyləqanda, Salyanda. Belə bataqlıqlara 1-2 dənə begemot buraxsaq, turistlər gəlsinlər, çəkiliş eləsinlər, 200 dollarımızı da Allah qoyaq cibimizə xalq olaraq. Açığı bu park mənə çox məyus elədi. Şəxsən mənim xoşuma gəlmədi. Murad, sənin fikrin nədir? Problem ondadır ki, nə qədər planlaşdırsanız da ürəyiniz istədiyi kimi alınmayacaq. Bu təbiətdir. Heyvanlara demək olmaz. Buradan çıx, oradan çıx, şəkli burada çək. Onlar öz həyatını yaşayır. Hələ günlər olar ki, heç bir dənə antilop deyilən bir şey görə bilmərsiniz. Bura qədər heç kim gəlməmişdi axı turistlərdən. Və indi o göstərmək istəyir ki, buranın sahibi mənəm. O bayaqdan belə aktiv deyildilər ha sənin. Gördük ki, begemotlar gəlmir. Biz getdik begemotların yanına. Biraz qıcıqlandırdım onları. Ruandaya səfər etmək üçün bir neçə saatdan sonra Entebbe hava limanında olmalıydıq. Amma yola düşməmişdən əvvəl Uqanda haqqında bir neçə maraqlı faktı deməsəm olmaz. Birinci onu deyim ki, Uqandada yaşlı adamlar xalq dili ilə desək pensiya almırlar. Ən son təqaüd bu ölkədə 1984-cü ildə verilib və bizim pulla 1 manat 20 qəpik olub. Bu Afrika ölkəsində orta ömür 64 ildir. Halbuki insanlar 20 il bundan əvvəl orta hesabla 48 il yaşayırdılar. Bu ölkə haqqında dəhşətli məlumat odur ki, Uqandanın ən yoxsul bölgələrindən olan Karamocada uşaqlar satılır və qara bazarda bir uşağın qiyməti 20-50 min şilinq arasıdır. Yəni bizim pulla 13-23 manat arası. Sonda onu da deyim ki, burada il boyu günün uzunluğu maksimum 2 dəqiqə fərq ilə dəyişir və illik temperatur 26 dərəcə civarında olur. Sizinlə bu neçə günü bir yerdə olduğuma görə xoşbəxtəm. Vidalaşmaq mənim üçün çox çətindir. Amma nə etmək olar? Siz növbəti səfərə çıxmalısınız, mən ailəmin yanına qayıtmalıyam. Bilmək olmaz, bəlkə yenə görüşdük. Çünki insanlar görüşə bilir, amma dağlar yox. Qısa vaxtda sizdən çox şey öyrəndim. Adicə bilmirdim ki, dünyaya ən çox uşaq gətirən Mama Uqanda burada yaşayır. Onun ailəsinə yardım etməyiniz isə məni həqiqətən riqqətləndirmişdi. Buyurun keçin. Azərbaycan adətlərinə görə evə əliboş gəlmək olmaz. Bəlkə bazarlığa çəkəcəyiniz xərci pul şəklində onun övladının təhsili üçün verəsiz. Bu çox yaxşı olardı. Biz bütün hallarda evə əliboş girməyəcəyik. Həm bazarlıq eləyəcəyik, həm də təhsilin ödənişinə yardım eləyəcəyik. Oo, çox gözəl. Yoldaşıma da sizdən danışdım. Dedi deyəsən vaxtın əyləncəli keçir, bizi yaddan çıxarmısan. Ona dedim ki, qardaşlarımla bir yerdəyəm. Onlarla çox əyləncəlidir. Amma dəliqanlıdırlar. Biri çox dəlidir. Digəri isə coşqulu və həssasdır. Soruşdu ki, onlar hardandılar? Dedim Azərbaycandandılar. Ölkənizin adını ilk dəfə eşidirdi. Evə çatan kimi ona sizdən danışacağam. Sizin üçün çox darıxacağam. Salam aleykum Azərbaycan. Nəyəsə baxır da. Ruandadayıq, Kiqalidə. Kiqali beynəlxalq hava limanında. Gedirik indi elə yerindəcə vizanı almağa. Bəlkə bizə viza vermədilər, qabaqcadan danışmaq bizə düşmür. Hə, bu da bizim başımızın bəlası Martin. Ruandadakı bələdçimiz. Onun haqqında elə çox eşidəcəksiniz. Amma indi sizə Ruandadan danışım. Afrikanın İsveçrəsindən. Yollarına, təmizliyinə görə bu ölkəni məhz belə adlandırırlar. Paytaxt Kiqaliyə səhər tezdən çatdığımızdan təbii ki, günümüzü hədər keçirmək fikrimiz yox idi. Ona görə də qısa məşvərətdən sonra ilk gedəcəyimiz marşrutu təyin elədik. Yolumuz Qarilla mühafizəçiləri kəndinədir.
Təəccüblü olsa da, bu kəndin adı belədir. Onu da deyim ki, nəsli kəsilməkdə olan planetdəki bütün qarilla meymunlarının yarısı bu məmləkətdə yaşayır. Açığı bizə qarillalar yox, onları mühafizə edən Ruandalıların tarixi, mədəniyyəti, yaşam tərzləri daha maraqlı idi. Ruanda əsasən dağlıq ərazidə yerləşir və ölkədə o qədər dağ var ki, hətta buranı 1000 dağlar diyarı adlandırırlar. Elə bu dağlardakı aşırımlarla gəlib çatdıq mənzil başına. Deyirəm mikrofonları indidən bağlayaq ki, orada bazar açmayaq. Mürad, bu da sənin mikrofonun. Qağlayaq, lazım olanda qaqaşların boğazına bağlayarıq. Aha, qoyun bura. Paylaşarıq da. Həyat paylaşdıqca gözəldir. Mikrofonları da paylaşanda video daha gözəl olur. Oyun oynayırlar yəni. Bu oyunda əsasən cəldlik tələb olunur. Daşlar göyə atılaraq birinci bir daş götürülür, daha sonra 2, 3 və s. Beləcə oyun davam eləyir. Hər nə bircə onu bilirəm ki, dağın başında uşaqlar özlərinə əyləncə tapırlarsa, bunun özü bir sevindirici məqamdır. Gedək. Getdik. Bismillahirrahmanirrahim. Qorxdum. Xoş gəlmisiniz. Mənim adım Boskodur. Sizi kəndimizlə tanış eləyəcəm. Ümid edirəm bura sizin üçün maraqlı olacaq. Çox sağ olun, təşəkkür edirik. Təşəkkürümüzü bildirəndən sonra kənd sakinləri güc bəla ilə sakitləşdilər. Bir də gördük ki, yenidən ağız deyəni qulaq eşitmir. Sən demə arxamızca başqa turistlər də gəlirmiş. Siz də burada olarsınız? Hə. Anlaşılan o idi ki, kəndə ayaq basan bütün qonaqlar bu cür qarşılanır. Açığı bu turistik kənd artıq mənə maraqlı gəlməyə başlamışdı. Üzr istəyirəm, ödəniş eləyirsiniz? Hə, əlbəttə. Elə isə ödəniş eləmək üçün ora keçməlisiniz. Pulsuz bunlar işin yaramır, pulun verək. Oca bir 5 dəfə yadıma salıb. Tez bazar ödənişimizi edib, bələdçi Bosko ilə söhbətə başladıq. Bu kənddəki sakinlərin məşğuliyyəti əsasən ovçuluq olub. Heyvanları ovlayıb, ətini həm satırdılar, həm də ailələrini aparırdılar. Və buna görə də meşələrdə qarilla meymunlarının nəsli kəsilmək üzrə idi. Günlərin bir günü meşəbəyi Edwin Sabuhoro alıcı qiyafəsində brakonyerlərin heyvan bazarına gedir. Və orada döyülmüş, ac-susuz meymun balasını görəndə göz yaşlarını saxlaya bilmir. Onu xilas eləyir və bundan sonra o həyatını qarillaları qorumağa həsr eləyir. İnsanlara başa salır ki, öldürülmüş meymundansa dirisindən daha çox fayda götürə bilərsiniz. Əslində Edwin təbiət ilə bərabər insanları da xilas edir. Çünki heyvanları ovlayan şəxslər həbs olunurdu. Ailə başçılarının isə seçimi yox idi. Ya ailələri ac qalmalı idi, ya da heyvanların kökü kəsilməli idi. Edwin Sabuhoro buradakı sakinlərə sənətkarlıq, rəssamlıq və sair kimi peşələri öyrənməyə köməklik edir. Beləliklə heyvanları qırmadan insanlar pul qazanmağa başlayırlar. Geldi kardeş geldi. Adı nədir? Ainemizi varorare onidasi musi wasi mutanyamaswa musambasa kakurya inyama n'umuryango n'abaturanyi yaraturanye n'abahunga. Biraz kısa olar, çok kısa. Çünkü çok uzun oldu. Adı yadımda kalmadı. Aksakal. Kugira ngo ntakandagira gateka kabuni kikikadi. Deməli başım qarışdı Aksakkalın rəqsinə. Sən də oynaya ox ata bilirmiş. İkinci oxunu atdı Aksaqqal. Bir dənə atır. Murad, Ermənə deysə, Azərbaycanın salamlarını çatdırasın. Üçüncünü də atdı. Aha. Aksaqqal, Goma. elə oxa düşməyək. Qısa olaraq adı nədir? Leonidas.
Leonidas. Yes. Nəhayət ki, dəyərli dostlar, uzun sürən araşdırmalardan sonra məlum oldu ki, bu ovçunun adı, bu ağsaqqalın adı Leonidasdır. Bura Edwin Sahora adlı bir nəfər gəlir bu kəndə. Məsləhət görür ki, gəlin burada bir turizm mərkəzi açaq. Siz öz mədəniyyətinizi, öz ədəbi irsinizi insanlara göstərin və turistlər axışacaq bura və siz buradan yaxşı pul qazana bilərsiniz. Yəni heyvanları qırmadan da, təbiəti qırmadan da əməlli başlı dolanmaq olar, necə deyərlər. Deməli Leonidas ondan sonra silahını qoyur yerə, daha bir də heyvanlara ox atmır. Amma indi atdığı ox məhz turistlərin hədəfinə yönəlib. Oradan necə deyərlər, gəlir əldə edir, halal xoş olsun. Bura giriş, Murad nə qədər idi? $20. 20 dollar. Adam başı 20 dollar. Leonidas'dan xahiş eləyək, sonuncu oxlarını atsın. Aha. Leonidas hədəfdən yan keçdi. Aha. Leonidas. Bullseye. Senin kadın alalım. Senin başımı dönelim. Murat kurban olsun selam. Salam Azerbaycan. Salam Azerbaycan. Azerbaycan adlı bu kadar möhtəşəm diyen olmamıştı. Teşekkür ederim. Yes baba. Sen ki nəsə söyür mənə, mən o söyləm, o mən söyür, nəsə mehribançılıq şəraitində sağlaşırıq və bir dənə selfie çəkdirib gedik. Sən çox yaxşı adamsan. Özü də güclüsən. Güclü. Qarilla mühafizəçiləri kəndində bizi hələ çox maraqlı əhvalatlar gözləyirdi. Amma hələlik zarafatçıl Leonidasla şəkil çəkdirməyə cəhd edib sizinlə sağollaşırıq. Ümid edirəm növbəti dəfə bələdçimiz Bosko kameranı bizə tərəf düz əməlli tuşlaya biləcək. Baxın. Bir daha çox sağ ol Leonidas. Nə, zordur. Ah. Ya.